İmam Nəvəvinin 40 hədis kitabından 37-ci hədis. İbn Abbas rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, Rəbbindən belə rəvayət etmişdir. Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir savab iş görməyi niyyət etsə, sonra bunu əməl etməzsə, Allah onun üçün öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyi niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün öz yanında ondan 700-ədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyi niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün öz yanında tam bir savab yazar. Əgər o günah iş görməyi niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar. Buxari 6010, 6491-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 38-ci hədis. Abu Hüreyrə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Allah buyurur, kim mənim dostumla düşmənçilik edərsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətlərini yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm. Sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki mən ona yamanlıq etmək istəmirəm. Buxari 6021, 6502-ci hədis. Əbu Zər rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. 3 qism insan var ki, qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Üstəlik, onları üzücü bir əzab gözləyir. Əbu Zər dedi, Peyğəmbər ona Allahın salavatı və salamı olsun ayəni 3 dəfə oxudu. Həqiqətən, Allah ilə olan əhdlərini və anlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. İmran surəsi 77-ci ayə. Mən dedim, onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rasulullah? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Libasının ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan kimsələrdir. Muslim 154, 294, 306-cı hədis. Cabir demişdir, Tüfeyl ibn Əmr Əd-Dəvusi Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedi, ya Rasulullah, səni qoruyacaq bir qalanın və sənin düşmənlərinə mühafizə edəcək bir cəmaatın yanında olmaq istəyirsənmi? Allah Mədinə əhalisini seçmiş deyə Peyğəmbər ona Allahın salavatı və salamı olsun Tüfeylin təklifini qəbul etmədi. Peyğəmbər ona Allahın salavatı və salamı olsun Mədinəyə hicrət etdikdən sonra Tüfeyl ibn Əmr öz tayfasından olan bir kişi ilə birlikdə Mədinəyə hicrət etdi. Lakin onlar sıxıntı və xəstəlik yüzündən Mədinədə qalmaq istəmədilər. Tüfeyl ilə gələn adam xəstələndi və istirab keçirməyə başladı. Elə bu səbəbdən də o öz oxunu götürüb, onun tiyəsi ilə barmaq boğumlarını kəsdi və onun kəsilmiş əllərindən qan fışqırmağa başladı. Nəhayət o öldü. Tüfeyl ibn Əmr yuxuda həmin adamı gördü. Tüfeyl onu gözəl görkəmdə, əllərinin isə sarğılı olduğunu görüb ondan Rəbbin sənə nə etdi deyə soruşdu. O dedi, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına hicrət etdiyimə görə Rəbbim məni bağışladı. Tüfeyl soruşdu, bəs niyə əllərin sarıqlıdır? O dedi, mənə buyuruldu ki, sənin öz vücudundan körladığın bir əzanı biz düzəltməyəcəyik. Tüfeyl yuxusunu Peyğəmbərə ona Allahın salavatı və salamı olsun danışdı və Peyğəmbər ona Allahın salavatı və salamı olsun həmin adam üçün Allahım onun əllərini də bağışla deyə dua etdi. Muslim 184, 311-ci hədis. Əbu Səid Əl-Xudri rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurmuşdur.
Kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhammeddən razı olarsa, ona cənnət vacib olar. Bu, Əbu Səidin xoşuna gəldi və o dedi, ey Allahın elçisi, bunu mənim üçün bir daha təkrar et. Allah elçisi, ona Allahın salavatı və salamı olsun da, onun üçün təkrar etdi və dedi, başqa bir əməl də var ki, Allah onunla qulunu cənnətdə 100 dərəcə yüksəldir. Hər iki dərəcə arasındakı məsafə göy ilə yer arası kimidir. Əbu Səid soruşdu, o nədir ey Allahın elçisi? O buyurdu, Allah yolunda cihad etmək, Allah yolunda cihad etmək. Muslim 1884-cü hədis. Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurmuşdur. Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu qiyamət günü sıxıntılarının birindən qurtarar. Kim çətinliyə düşənə yüngüllük göstərərsə, Allah da dünyada və axirətdə asanlıq göstərər. Kim müsəlmanın eybini örtərsə, Allah da dünyada və axirətdə onun eybini örtər. Qul öz qardaşına yardım etdikcə, Allah da ona yardım etməyə davam edər. Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah da ona cənnətə aparan yolu asanlaşdırar. Hər hansı bir qövm Allahın evlərinin birində toplanıb, Allahın kitabını oxuyar və öyrənərlərsə, şübhəsiz onların üzərlərinə sükunət edər və onları rəhmət bürüyər. Mələklər onları əhatə edərlər və Allah onları öz dərgahında olanların yanında yad edər. Kim əməl etməkdə geri qalarsa, nəsəbə onu irəli sala bilməz. Muslim 2699, 4867-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 20-ci hədis. Əbu Masid Uqba ibn Əmr Əl-Ənsari Əl-Bədri rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. İlk Peyğəmbərlik kəlamından insanların yaddaşında qalan söz belədir. Utanmırsansa, istədiyini et. Buxari 5655, 6120-ci hədis. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun zövcəsi Ayşə demişdir. Bir gün bir dəstə Yahudi Allah elçisinin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedi, Əssəlamu aleykum, yəni sizə ölüm olsun. Mən onların nə dediyini başa düşdüm və sizə həm ölüm, həm də lənət olsun dedim. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Tələsmə ey Ayşə, şübhəsiz ki, Allah hər bir işdə mülayimliyi sevir. Mən dedim, ey Allahın elçisi, məgər sən onların nə dediyini eşitmədinmi? Allah elçisi ona Allahın salavatı və salamı olsun dedi. Axı mən də onlara sizə olsun dedim. Buxari, Ədəbul Mufrad, 462-ci hədis. Ənəs və Məlik ibn Oğuz Əl-Hədəsən demişdir. Bir dəfə Peyğəmbər ona Allahın salavatı və salamı olsun su başına çıxdı və kimsənin onu təqib etdiyini görmədi. Bu əsnada Ömər cürdək yaxud aftafa götürüb onun arxasınca getdi. Ömər onu su hovuzunun yanında səcdəyə qapanmış gördü. Ömər geri çəkilib onun arxa tərəfində oturdu. Nəhayət, o başını səcdədən qaldırıb dedi, Əhsən sənə ey Ömər, mənim səcdəyə qapandığımı görüb, məndən aralandın. Cəbrail ona salam olsun, yanıma gəlib dedi, kim bir dəfə sənə salavat desə, Allah ona 10 salavat yetirər və onun üçün 10 dərəcə yüksəldər. Buxari, Ədəbul Mufrad, 642-ci hədis. Abdullah ibn Məsud demişdir, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, İsra gecəsində göyə qaldırıldığı zaman son həddəki sidr ağacının yanına qədər aparıldı. Bu ağac 6-cı səmadadır. Yerdən yüksəldilən hər nə varsa ancaq oraya qədər gedib çata bilir və hər şey oradan götürülür. Üst tərəfindən endirilən hər nə varsa orada dayanır və oradan götürülür. Allah buyurur, o zaman sidr ağacını bürüyən bürümüşdü. Ən-Nəcm 16-cı ayə. Yəni qızıldan pərvanələr və başqa bu kimi göz oxşayan şeylər. Abdullah davam edib dedi, orada Peyğəmbərə, ona Allahın salavatı və salamı olsun, 3 şey verilmişdi. Ona 5 namaz bəxş edilmiş, Əl-Bəqərə surəsinin son ayələri verilmiş və ümmətindən Allaha heç bir şeyi şərik qoşmadan
ölən kimsələr üçün həlak edən böyük günahların bağışlanması vəd edilmişdir. Muslim 252, 431, 449-cu hədis. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, səhabələrindən bilirsinizmi böhtan nədir deyə soruşdu. Onlar Allah və onun rəsulu daha yaxşı bilir dedilər. Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. İnsanlar arasında fəsad törətmək məqsədi ilə insanlardan bir qisminin sözünü digərlərinə çatdırmaqdır. Buxari, Ədəb-ül Mufrad, 425-ci hədis. Cabir demişdir, Tüfeyl ibn Əmr Əd-Dəvsi, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun, yanına gəlib dedi, Ya Rasulullah, səni qoruyacaq bir qalanın və sənin düşmənlərinə mühafizə edəcək bir cəmaatın yanında olmaq istəyirsənmi? Allah Mədinə əhalisini seçmiş deyə Peyğəmbər ona Allahın salavatı və salamı olsun, Tüfeylin təklifini qəbul etmədi. Peyğəmbər ona Allahın salavatı və salamı olsun, Mədinəyə hicrət etdikdən sonra Tüfeyl ibn Əmr öz tayfasından olan bir kişi ilə birlikdə Mədinəyə hicrət etdi. Lakin onlar sıxıntı və xəstəlik yüzündən Mədinədə qalmaq istəmədilər. Tüfeyl ilə gələn adam xəstələndi və istirab keçirməyə başladı. Elə bu səbəbdən də o öz oxunu götürüb, onun tiyəsi ilə barmaq boğumlarını kəsdi və onun kəsilmiş əllərindən qan fışqırmağa başladı. Nəhayət o öldü. Tüfeyl ibn Əmr yuxuda həmin adamı gördü. Tüfeyl onu gözəl görkəmdə, əllərinin isə sarğılı olduğunu görüb ondan Rəbbin sənə nə etdi deyə soruşdu. O dedi, Peyğəmbərin, ona Allahın salavatı salamı olsun, yanına hicrət etdiyimə görə Rəbbim məni bağışladı. Tüfeyl soruşdu, bəs niyə əllərin sarğılıdır? O dedi, mənə buyuruldu ki, sənin öz vücudundan körladığın bir əzanı biz düzəltməyəcəyik. Tüfeyl yuxusunu Peyğəmbərə, ona Allahın salavatı və salamı olsun danışdı və Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, həmin adam üçün Allahım onun əllərini də bağışla deyə dua etdi. Muslim 184, 311-ci hədis. Rəvayət edilir ki, Huzeyfə demişdir, mən Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, belə dediyini eşitmişəm. Dəccal zuhur edəcəyi zaman onun yanında su və od olacaq. İnsanlar nəyi od zənn edəcəklərsə, əslində bu soyuq su olacaq. Nəyi soyuq su zənn edəcəklərsə, o yandırıb yaxan bir od olacaq. Sizdən kim o vaxta qədər yaşasa, od zənn etdiyi şeyin içinə girsin. Həqiqətdə o şirin və sərin bir su olacaq. Buxari 3450, 7130, 7553-cü hədis. İbn Ömər rəvayət edir ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra əvvəl namaz vaxtını təqribi hesablayıb bir yerə toplaşardılar. Çünki o vaxt heç kəs cəmaatı namaza çağırmırdı. Bir gün müsəlmanlar bu haqda söhbət açdılar və onların bəzisi dedi, xristianlar kimi zəng çalın, bəziləri də yox, yahudilər kimi buynuza bənzər bir alətdən istifadə edin dedi. Ömər isə dedi, bəlkə bir adam təyin edəsiniz, cəmaatı namaza çağırsın. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Ey Bilal, qalx, cəmaatı namaza çağır. Əl-Buxari 604-cü hədis. Rəvayət edilir ki, İbn Abbas demişdir, müşriklərdən olan bir zümrə çox adam öldürmüş və dəfələrlə zina etmişdi. Sonra Muhammedin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedilər, sənin danışdıqların və dəvət etdiyin yol gözəldir. Bir də görək, bizim etdiyimiz bu günahların kəffarəsi varmı? Onda bu ayə nazil oldu. Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Furqan surəsi 68-ci ayə. Sonra da bu ayə nazil oldu. Qullarıma mənim bu sözümü de. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım. Allahın rəhmindən ümünüzü üzməyin. Zümər surəsi 53-cü ayə. Buxari 4436, 4810-cu hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Allah zinadan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır. Gözün zinası baxmaq,
qulaqların zinası qulaq asmaq, dilin zinası danışmaq, əlin zinası toxunmaq, ayağın zinası addım atmaqdır. Qəlb istəyir və təmənna edir. Cinsiyyət üzvü isə ya bütün bunları təsdiqləyir, ya da təksib edir. Buxari 5774, 6243-cü hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, bir dəstə gülüb danışan sahabələrinin yanına gəlib dedi: Canım əlində olan Allaha and olsun ki, əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız. O çıxıb getdikdən sonra səhabələr ağladı. Uca Allah isə ona belə vəhy etdi: Ey Muhammed, nə üçün qullarımı ruhdan salırsan? Peyğəmbər ona Allahın salavatı və salamı olsun geri dönüb dedi: Elə isə qazandığınız savaba sevinin, doğru yol tutun və ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona yaxınlaşın. Buxari, Ədəbul Mufrad, 254-cü hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: Zülm etməkdən çəkinin, çünki zülm qiyamət günü zülmətlərə çevriləcəkdir. Ədəbsiz olmaqdan çəkinin, çünki Allah ədəbsiz və kobud olanı sevmir. Tamahkarlıqdan çəkinin, çünki o, sizdən əvvəlkiləri qohumluq əlaqələrini kəsməyə və özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir. Buxari, Ədəbul Mufrad, 487-ci hədis. Rəvayət edilir ki, Əbu Musa demişdir: Allah elçisi, ona Allahın salavatı və salamı olsun, bizə 4 cümlə ilə belə xitab etdi: Həqiqətən Allah yatmır və ona yatmaq yaraşmaz. Tərəzini indirir və qaldırır. Gecənin əməli ona gündüzün əməlindən öncə qaldırılar. Gündüzün əməli ona gecənin əməlindən öncə qaldırılar. Örtüyü nurdur. Əgər onu açsa, üzünün nuru gözünün gördüyü bütün məxluqatları yandırar. Muslim 264, 465-ci hədis.